9 dekabr 2025-ci il tarixdə Salyan rayonunun Şorsulu kəndində Qərbi Azərbaycan həqiqətlərinin təbliğinə həsr olunmuş görüş təşkil olunub. Tədbir ümumilli lider Heydər Əliyevin və Azərbaycan ərazisi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Qərbi Azərbaycan icmasının Salyan rayon üzrə nümayəndəsi Kərəm Muradov çıxış edərək Qərbi Azərbaycan icması idarə heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərlinin salamlarını tədbir iştirakçılarına çatdırıb. O, ölkə başçısı Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticələri, eləcə də Qərbi Azərbaycanlıların öz tarixi yurdlarına qayıdışı istiqamətində görülən sistemli və ardıcıl tədbirlər barədə məlumat verib. Natiq bildirib ki, Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, deportasiya tarixi və mədəni irsin qorunması istiqamətində icma tərəfindən mühüm işlər görülür. Məruzə ətrafında Şorsulu kənd icmasının sədri Rəis Abdullayev, tarixçi Vaqif Mustafayev, eləcə də Fuad Qəhrəmanov və Elmar Xudiyev çıxış edərək Qərbi Azərbaycan həqiqətlərinin daha geniş auditoriyaya, xüsusilə gənc nəslə düzgün və sistemli şəkildə çatdırılmasının vacibliyini qeyd ediblər. Tədbirin sonunda Qərbi Azərbaycan icmasının yeni üzvlərinə vəsiqələr təqdim edilib. Yığıncaq Şorsulu kənd icmasının sakinləri tərəfindən böyük maraqla qarşılanıb və konferansın bölgələrdə geniş şəkildə davam etdirilməsinin əhəmiyyəti bir daha qeyd olunub.